Salam değerli şagirdlər. Puzadan üslü ifadələrin son testinə test 3B-dəyik. Deməli, birinci sualda 2 ifadə verilib bizə. Onların dördüncü qüvvəti bərabərdir. 4 cüt ədəddir. 2 ədədin cüt qüvvəti, yəni dördüncü qüvvəti bərabərdirsə, burada biz düşünməliyik nə haqda? Ya bu ədədlər özləri bərabərdir, ya da cüt qüvvət olduğu üçün biri mənfi olsa belə cüt qüvvəti müsbət eləyəcək. Bir-birini əks edilər. Ədədin birin olduğu kimi yazıram. Bunu mənfi ilə vururam. Buradan alınır mənfi 3x bərabərdir mənfi 12, x olur 4. Buradan alınır x bərabərdir 6. 6 və 4. Dördüncü sual. Bizə x lazımdır. 2 üstü x plus y və 2 üstü x çıx y verib. Mən düşünürəm ki, mən bunları bölüm uşaqlar. Mən bunları bölsəm, 2 üstü x plus y böləndə qüvvət çıxılır. Çıx x üstə y. Burada da 3 bölü 48, yəni 1 böl 3 böl 48, yəni 1 böl 16 alınır. Bu olur 2 üstü 2y bərabərdir. 1 böl 16 nə deməkdir? 2 üstü mənfi 4. Yəni 2y mənfi 4'dür, y də mənfi 2'dir. İkinci sual. X'in ala biləcək dəyərlərin çarpımı. Baxın, bir üslü ifadədir, cavab 1'dir. Burada taban da, yəni əsas da, qüvvət də məchuldur, dəyişəndir. Ona görə variantlarımız nə idi? 1, əsasın tabanın 1 olması. 2, tabanın mənfi 1 olması, amma burada şərtimiz var. Buradan x 3 alınır. X-ə 3 verəndə, bura 1 elədiyi üçün tək alındı. Mən bunu götürmürəm. Qüvvət tək alındı. Çünki mənfi 1'in cüt qüvvətləri 1 eləyir. Üçüncü variant isə qüvvət 0 olsun. Burada tək şərt odur ki, qüvvət 0 olanda əsas da 0 olmasın. Burada elə bir şey yoxdur. 2 və 5. Buranda da alındı 10. Bunu da keçmiş olaq. 5-ci sual uşaqlar. 5-ci sualda 2 üstü x verib, 3 üstü y verib. X vur y istəyir. Görün, eləyə bilərik burada. Belə baxana çətin göründü. Amma biz bir qayda bilirdik. O qaydanı istifadə eləsək sanki asan olacaq. Nə idi o qayda? 16'nın yerinə bir 2 üstü 4 yazıram. Bu da 3 üstü 1'dir. Qaydamız belə idi ki, əsasları eyni olanların qüvvətlərini bölürəm. 1 bölü y bərabərdir x böl 4. Buradan x y alınır 4. Gəldi 3-cü suala. 3-cü sualda puzda deyir ki, p çıx, z üstü u çıx ad. Bunda eləyək də bunu. Deməli, birincidən 3-cünü çıxır. X-dən mənfi 2 çıxıram. Bu x üstəgəl 2 eləyir. Üstündə u-dan da a çıxır. 5'dən də mənfi x çıxır. Bu da eləyir 5 üstəgəl x. Bərabər olur. Nəyə? 7'dən 8 çıxıram. Üstü 12'dən 4 çıxıram. Bu mənfi 1 eləyir. Üstü 8 olur 1. Cavab 1 alındı. Bayaqki qaydanı istifadə edirəm. 1. X üstəgəl 2'miz 1'dir. X oldu mənfi 1. 2. X üstəgəl 2'miz mənfi 1'dir. X oldu mənfi 3. Mənfi 3'ü burada yerinə qoyanda 2 elədiyi üçün cütdür. Bunu da götürəcəm. Üçüncü variant qüvvət, yəni 5 üstəgəl x 0'dır. Buradan x mənfi 5 alınır. Mənfi 5, mənfi 3, mənfi 1. Çarpımları mənfi 15. Maraqlı sual idi. Ən azından suala başlanğıcda biraz fərqli bir şeyləri qatıblar. 6-cı sual yuxarıdakı sual kimidir. Deməli, 81'in yerinə 3 üstü 4 yazıram. 9'u da yazıram. Əslində 81'in yerinə 9 ilə yazım da. 81'in yerinə yazıram 9 üstü 2. 16'ın yerinə 2 üstü 4. Şimdi bunlara baxaq. 2'lərdir. X böl 4 bərabərdir 2 böl y. X y oldu 8. Keçdi ikinci səhifəyə. 5 üstü x 2 üstü y-dir. Bu tip sualı əvvəlki testlərdə də çox gördük. Deməli, mən bir dənə yazıram. 5 üstü x böl y. Qüvvət y-ə bölürəm. Burada da qüvvət y-ə bölürəm. Bu eləyir uşaqlar 2. Bir dəfə də qüvvəti x-ə bölürəm. Qüvvətləri x-ə bölürəm. Bu da eləyir 5. İndi 25 üstü x bölü y. Bu nə deməkdir? 5 üstü x bölü y-in kvadratı. Bu nə deməkdir? 2 üstü y bölü x'in kvadratı.
Biz bunu tapmışıq. 2-dir kvadratı. Bunu tapmışıq. 5-dir kvadratı. 29. 3 üstü x sıx 3. Bizə lazımdır 6 üstü 2x böl x sıx 1. Bu 2x böl x sıx 1'i necə ala bilərəm? Vacib budur. Üstəlik 6 üzəri. Əsas məsələ budur ki, bunu nətər ala bilərəm? 3 üstü x-i tapa bilərəm. 3 üstü x-i tapmaq mənə nə verəcək? Gəlin belə yazaq bunu. Bu 3 üstü x sıx 3'dür. Bu da 2 üstü 2'dir. Bunu da yazsam, qüvvəti vursam x-ə, bölsəm x sıx 1'ə bu alınır. Görürsən bunu burada eləsəm bir şey eləyər. X böl x sıx 1. Bu nə deməkdir? 3 üstü 2x böl x sıx 1 vur 2 üstü 2x böl x sıx 1. Biz bunu tapmış olduq ki, buna bərabərdir. Aparıb burada yerinə qoysaq 3 üstü 2x böl x sıx 1 və vur. Bu ifadənin yerine də bunu yazıram. 3 üstü x sıx 3 vur x böl x sıx 1. İndi qüvvət ikisində də 3 olduğu üçün vuranda toplaya bilərəm. X sıx 1-də bu eləyir x kvadrat sıx 3x üstəgəl 2x. Eləyir uşaqlar. 3 üstü x kvadrat sıx x böl x sıx 1. Bunu da sadələşdirsəm 3 üstü x'i çıxardıram. X vur x sıx 1 böl x sıx 1. Bunlar gedirdi. Mən bu 3 üstü x'e bərabərdir. Bunu tapandan sonra gəlirəm bura. Bu 3 üstü x böl 3 üstü 3 deməkdir. Bu 4'dürsə buradan 3 üstü x də olur. 4 vur 27 108. 5 sual idi. Bayaq bundan elədik uşaqlar. Bu 2 üstü x böl y, y-ə bölürəm. Bu 3 eləyir. 3 üstü y böl x, x-ə bölürəm. Bu da 2 eləyir. Yuxarıda yenisini yazmışam. 5. 11-ci sual. Yenə sanki yuxarıdakı bir şeydi. 5 üstü 1 plus m sıx n. Aslında bu 1 çıx n burada da var. Bizə əsas lazım olan 5 üstü m'dir. 5 üstü m nətər tapa bilərəm? Bu 5 üstü m vur nədir? 3 üstü m. Buradan bu da 5 üstü n vur 3 üstü n. Yuxarıda belə deyə bilərəm. 3 üstü m nəyə bərabər oldu? 5 üstü 1 çıx m. Bu 1'dir. 1 bölürəm 1 çıx m. Burada da 5 üstü n, 3 üstü 1 çıx n. Və buradan bildiyimiz qaydanı istifadə etsək 1 çıx m böl n bərabərdir m böl 1 çıx n. Bu bizə nə verə bilər? Yəni bunu çarpaz vuraq. 1 çıx n çıx m üstəgəl mn bərabərdir mn. Bunlar gedir uşaqlar, burada 0 qalır. Buradan bu ifadəni tapdıqca 0'a bərabərdir. Yəni 1 çıx n, m-i keçirsəm o tərəfə m-ə bərabərdir. İndi gələk burada yerinə qoyaq. 5 üstü 1 çıx n-in yerinə m yazıram. M üstəgəl m. Burada da 1 çıx n-in yerinə m yazıram m. Bu da olur 5 üstü 2m böl m2 25. Bu da maraqlı sual idi. Son testdə biraz yaxşı suallar saxlayıblar. İndi 15 üstü 2x böl x plus 1. Bu nə deməkdir? 3 üstü 2x böl x plus 1 vur 5 üstü 2x böl x plus 1. Burada nə eləyə bilərəm? Mənə 3 üstü x verilib ancaq. Bunun 5 olduğunu bilirəm.
Belə bir şey eləyəcəm. Bundan bunu almağa çalışıram. 3 üstü x, bir dənə 2-yə vurub x plus 1-ə bölməliyəm də, bu alınsın deyə. Eyni şeyi burada da eləyirəm. Bunun qüvvətinə də yazıram. 2-yə vurdum, x plus 1-ə böldüm. Yaxşı. Əgər belədirsə, gəlib bu ifadənin yerinə bunu yazıram. 5 üstü 2 böl x plus 1. Vur 5 üstü 2x böl x plus 1. Buranı toplanır da axı qüvvətlər. 5 üstü 2x üstəgəl 2 böl x plus 1. Bu da 5 üstü 2. Yəni 25. 12-ci sual. Bizə x lazımdır. Görə nə edə bilərik? İndi burada çalışmalıyıq ki, bunlardan ən azdan birini yox eləyək. Görə necə eləyə bilərik? Gəlib burada b-nin yerinə a kub, c kub yazsam. Buradan alınır. C-ni c kuba bölünür. C üstü mənfi 2 bərabərdir a üstü 8. Bunu mənfi 2-yə bölsəm c olur a üstü mənfi 4. C olur a üstü mənfi 4. Burada yerinə qoyanda buradan alınır b bərabərdir a kub. C kub olur. C a üstü mənfi 4-dürsə, c kub olur a üstü mənfi 12. Bu da eləyir a üstü mənfi 9. Bunları burada yerinə qoyaq. A üstü x bərabərdir. B-nin yerinə yazıram a üstü mənfi 9. Olur a üstü mənfi 36. Vur. C-nin yerinə a üstü mənfi 4 yazanda 2-yə vuranda a üstü mənfi 8. Bu da a üstü mənfi 44. Yəni x-imiz mənfi 44. 13-cü sual. 13-cü sualda mənim diqqətimi çəkən bu n-3, 6 və 2n hissəsində mən bunları bölsəm çıxmalı olmağımdır. Bölsəm çıxmalı olacam və mənə lazım olanı tapacam sanki. Deməli, nə edirəm? X üstü 2n böl n-3-ü, yəni bunu bölürəm buna. Böl x üstü 6 böl n-3 bərabərdir 24-də 1. Böləndə tərsi çevirirəm. Vur 2-də 3-də 2. Böləndə çıxılaraq uşaqlar. Bu olur x üstü 2n çıx 6 böl n çıx 3. Bu da olur 36'da 1. 2n çıx 6-nı n çıx 3'ə böləndə 2 eləyir. X kvadrat 36'da 1. X'imiz də olur 6'da 1. Mənfi də ola bilərdi. E plus deyir. 16. Bunları müqayisə eləməyimizi istəyir. Ədəd müsbətdir. Birdən böyük ədəddir. Birdən böyük ədədsə qüvvəti böyük olan böyük olacaq. Yəni y böyükdür x böyükdür z. Yəni z kiçikdir x kiçikdir y. 14-cü sual uşaqlar. Bu 3 üstü 10'dur. Bunu eləyəndə birinci bu içərini eləməliyəm. Bu olur 3 üstü 9. Bu da 3 üstü 12. Yenə b kiçikdir a kiçikdir c. Bu hissəni asan eləyiblər. 3-4 çətin sualdan sonra. Buna baxaq. Bunu həll eləmək üçün 8-də 27-ni 3-də 2 ilə yazacağım. Yazacağım 3-də 2-nin nəyi? Mənfi 3-cü qüvvəti. 3-ün kubu 27, 2-nin kubu 8 tərs çevrilib. Üzərində bir dənə də 3. Nədir bu? 13. Bu olur 3-də 2 üstü mənfi 39. Bunu da yazıram 3'də 2 üstü 4 üstü 20. Bu da olur 3'də 2 üstündə 4'ü 20'ye vuranda 80. Baxın 3'də 2 0 və 1 arasında bir ədəddir. 0 ilə 1 arasında ədədlərin qüvvəti böyüyəndə cavab kiçilirdi. Ən böyük qüvvət bu olduğu üçün ən kiçik cavab da bu olur. C kiçikdir A kiçikdir B. Yəni A variantı olur cavabımız. -15'e baxaq. Mənfi 2'nin kvadratı. Buna hesablayaq da uşaqlar. Bu 4'dür. Bu mənfi 8'dir. Bu da 16'dır. B kiçikdir A kiçikdir C. 18.
Burada 2 birdən böyük ədəd olduğu üçün 3a üstəgəl 1 kiçik olmalıdır 2a üstəgəl 5-dən. Buradan alınır a kiçikdir 4. Maksa 3. Burada 3 səhifə asan çıxdı. 3-də 2 0 ilə 1 arasında olduğu üçün deməli nə olacaq? 3x üstəgəl 1, x üstəgəl 9. Burada kiçik olduğu üçün tərsi olacaq, böyük. 2x böyükdür 8, x böyükdür 4. Bunu yazıram 5 üstü 2 üstü 12. 3 üstü 3 üstü 12. 2 üstü 4 üstü 12. 25 üstü 12. 27 üstü 12. 16 üstü 12. Z kiçikdir x kiçikdir y. Deyir ki a 0 ilə 1 arasındadır. Deməli 7x çıx 8. 5x üstəgəl 12. Buradakı işarət 0-1 arası olduğu üçün tərsi olacaq. 2x böyükdür 20, x böyükdür 10, ən kiçik 11. Kaç farklı x tam sayı değeri vardır? Eşitsizliğini sağlayan. Ben belə yazacaq da x üstü 24 kiçik bərabər 2 üstü 2 üstü 24. Buradan da x üstü 24 kiçik bərabər 4 üstü 24. Bunun ödənməsi üçün ya x 4'ten balaca olmalıdır. X 4'ten balaca olmalıdır. 1, 2, 3. Ya da mənfi ədədlərdən düşünək. Yəni 4'ten balacaların hamısı 0 olar. Mənfi 1 olar, mənfi 2 olar, mənfi 3 olar. Kiçik bərabər olduğu üçün 4 olar, mənfi 4 olar. 9 dənə qiymət. Son 2 suala gəldik. Yani bunu yazardı uşaqlar. Bu 3 üstü x'dir. Bu 3 üstü 2y'dir. Bu 3 üstü 3z'dir. Bunlar bərabərdir. Deyir ki x bərabərdir. 2y bərabərdir 3z. Normalda ən böyük x olar. Bunlar mənfi ədəd olduğu üçün gəlin k deyək. Bu 2k olsa, bu 3k, bu olur 6k. Əslində ən böyük nə olur? 6k. Amma mənfi ədəd olduğu üçün tam tərsinə olur. X kiçikdir, y kiçikdir z. 24. Bu əvvəlki testdə də vardı. 2 üstü a 9'dursa a 3'dən böyükdür, 4'dən balacadır. Burada da b 2'dən böyükdür, 3'dən balacadır. C 1'dən böyükdür, 2'dən balacadır. Yəni C kiçikdir, B kiçikdir, A. Olur E variantı. Deyirsən mövzunun son testidir, bəli. Bu da bu mövzunun son testidir. Sağ olun şagirdlər.